xeyli bizə müraciət edən adamların içində bu burundan çirk gəlmək, ifrazat gəlmək, gözündə yəni qaşınma, ondan sonra narahatçılıqlar, bunlar allerjik reaksiyalar var. Əksəriyyəti bunun indiki dövrə uyğun olaraq müəyyən bitkilər var ki, bunlar deyir, payıza çatanda doktor, bunlar çıxır gedir öz-özünə. Deyirəm, sizin həssaslığınız hansı bitkinin tozuna sabar. Siz hətta yerinizi dəyişsəniz ki, o yerdən bir elə yerə gedərsiniz, orada toz olmaya heç bir problemsiz düzələcək. Deyir, hə, rayondan Bakı gələndə deyir, olmur. Yəni, təbii ki, həmin yerə bağlı olan o bitkilərin tozuna, çiçəyinin tozuna bağlı olan allerjik reaksiyalardır. Ümumiyyətlə, biz hər zaman deyirik ki, belə maraqlı xəstələrimiz olanda, xüsusilə də artıq çəkisi çox olanda, hər zaman deyirəm ki, oynaqlarınızda problem olacaq. Çünki problemi yaşamamaq üçün kiçik bir oynaq birdən-birə 120, 130, 140, 150 kiloqram çəki götürə bilmir. Oynaqların başında yeyilmə mələk gəlir. Sonra mayenin miqdarı azalır. Orada səs-küy, sümüklər bir-birinə toxunur, sürtünür və o da ağrı verir, səs verir. Ona görə də mütləq mənada çəkiyi qorumaq lazımdır. Və yediyin yeməyə uyğun olaraq da hərəkət eləməlisən ki, o yansın. Yəni, enerji itməlidir, sərf olunmalıdır. Sərf olunmasa bədənəndə artıq çəki yaranacaq təbii ki.